Motivasiyanı iki yerə bölə bilərik. Bir, qabaqda kökə, qabaqda şirini, ona doğru gedir, heyrəcan can atır, fitrətimizdə bu var. Və yaxud da ziyandan qaçma. Amyob da o cürdür. Şirini atırsan gedir, nə bilim, duz qoyursan qaçır. İnsan da o cürdür. Məktəbə də ona görə gedirik, universiteti də ona görə qutarırıq, ingilis dilini də ona görə öyrənirik, çətin işləri də ona görə öyrənirik ki, bu nəticə etibarilə mənə xeyir verici insanlara. Onların öz deyillərini tapmaqda kömək eləsək, o motivasiya çox güclüdür. Bu arada disiplin öz-özünə yaranacaq. Məcnunu anası yuxudan durğuzmur. Ya bala dur. Leyli səni orada gözləyir. Anası gələndə görür ki, Məcnun küçələrdə deyə. Amma əgər Məcnunun sevdiyi xanım deyilsə, anası Gülnisa bacısının, xalası qızının, dayısı qızının kimisə canamaq istəyir, ailə qurdurmaq istəyir süni şəkildə. Deyir, ay Məcnun, biraz da yatın. Çünki onun leylisi deyil. Və biz həyatda işimiz, peşəmiz bizim leylimiz olmalıdır. Dərslərin birində tələbələrdən biri sual verdi. Necə müəllim? Yaxşı, o leyliyə gedib çatdandan sonra ola bilər vaxt taparsın. Çatdıq. Amma bu prosesdə biz həyat gedir, pes carpe diem, pes anı yaşamaq, pes andan ləzzət almaq. Çox gözəl sual verdin. Sən əgər leyliyə doğru hərəkət edirsən Məcnun, ayağına tikan batanda da, yıxılanda da bu yoldan həzz alır. Prosesdən həzz alır.